Abid müəllim, hoş gördük. Siz ara, bura hara. Heç ağlıma gəlməzdi ki, burada görüşək. Siz məni şəxsən tanımasanız da, eybi yoxdur, eybi yoxdur. Nə yaxşı mənim vagonuma çıxmışsınız. Çox şadam, mən ölüm. Bu saat indi, bu saat gəlirəm. Akşamınız xeyir. Ağabeytiniz xeyir. Yaman istedi bura. Ah demeyin, bərk istedi. Hiç nefes alma olmuyor. Açaq bu pəncərəni. Nahal zəhmət çəkmeyin. 2 saat əlləşmişim. Açılmır ki, açılmır. Fələyin bağlı qapısı kimi şeydi bu da. Mən bizim poyuzları elə belə gördüm. Qışda cəmaatı vaspilin elərlər, pəncərələr sınıq-salxaq olar. Yayda da ki, mıxlı, şələrin belə mıxlıyırlar ki, açmaq mümkün deyil. Neyləmək? Siz də mənə üçün pəncəyi çıxarım, soyunmaqdan başqa çarə yoxdur. Geri bağışlayın. Yox, xoş çıxarım, mən də soyunmuşam. Mineralni sudur. Badamlı. Ürəyiniz yananda içərsiniz. Çok sağ olun. Saat. Yani ne zahmet çekirsiniz. Sərindir, buyurun. Sağ olun, iç. Çok sağ olun. Çok sağ olun. Sağ olun. Sucan ömrünüz olsun. Sağ ol. Buyuruz. Çox sağ olun. Siz? Mən onun dadını heç bilməmişim. He? Burada gerek çıkalım. Neyle çekin burada? Yok. Mən içmirəm, sağ ol, sağ ol. Heç bilirsən, qonşun kimdir? Kimdir? Sabit Mirzə. Kim? Sabit Mirzə. Artist. O, kinoda zadda oynayır. Dayan. Deyirəm axı mən səhərdən bunu kimməsə oxşadıram. Düz, televizorda. Televizorda çox görmüşəm. Bir nömrəli artistim mən ölüm. Allah canını sağ eləsin. Elə. Nə yaxşı tanıdı məni. Maşallah, yaxşı artist. Maşallah. Aynen o qədər. Nə lazım olsa, mən hazır. Sağ olun. Bircə elə o pəncərəni açsınız bəsdir. Pəncərəni bu saat. Doğrusu acizəm. Necə deyərlər, mən girən koldur. Onu elə mıxlamıblar ki, bir də açılsın. Başqa nə qulluğunuz olsa, mən canla başla hazır. Sağ olun elə. Onda mən bu saat gələrəm. Yandırma olar. Yoldaş dadaşım, çay buyurursunuz. Buyurun.
Prokuror rolunu oynamağın hoşuma gelmedi. Pis oynayırsan. Bu əsəri çoxdan çıxardıblar repertuardan. 2 ildə oynamıram prokuror rolunu. Yaxşı edirsən. Yalandan oynamaktansa belə oynamamaq məsləhətdir. Mənim prokurorumun nəyi sizin xoşunuza gəlməyib? Sən burada prokurordan çox xeyirxah müəllimə oxşayırsan. Prokurorlar sən oynadığın kimi olmurlar. Elə danışmırlar. Day, nə edə bilməsək, sahiyə belədir də. Necə güzarın bir yerlərə düşüb? Teatrımız burada qastroldadır. Truppa qaldı, mən gərək səhər şəhərdə olam. Təzə filmə çəkilirəm. Deyəsən yorğun arğın çatacağım Bakıya. Bu kupedə dincəlməm mümkün deyil. Niyə? Pəncərəsi açılmır. Pəncərə İçəri təndir kimidir laf. açılmır. Ha! 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 Sənin mi? Ara baxır bu. Ha, sənin mi? Ged o kan doktoru kulağına götür gel bura. Buyur. Diren yoldaş Dadaşov çağırır. Ha. Güzeller. Bu dünyada tekçe ölüme çare yoktur. Güzeller. Ne var ne olur? Ne lazımdı yoldaşlar? İçinin kupesindeki o pencere bağlıdır. Onu aç sana 5 dakika bak veririm. 5 dakika. 5 dakikayı aça bilmərəm mən onu. Ayakçı olsun 10 dakika tezile. Ha? 10 dakika tezile. Bu saatte. Kimdir bu adam? Neçə olduğunu bilmirəm. Amma qırımından prostoy adama oxşamır. Naparnikimdə xəstələnib, reysə çıxmır. Qalmışam tək. Bu zalim oğlu da ora bura dartmaqdan lap boğazımı bura yığıb. Neynim də? Nəfəsimi kesib... Bayak gördüm. Filtresiz sigara çekirsen. Al bundan çek. O sana yaraşan sigaret de öyle. Yox, sağ olun, mən elə buna öyrəşmişəm. Evet. Bağışlayın. Ben de çeken de öyle hem. Herden öyle. Sıkırdıram. Ne lazım cibe de ziyandı, cana da ziyandı. Sabit Mirza. Sabit Mirza. Saçın tez ağarım. Ama gerek ki yaşta benden kişi olarsan ha. 40 yaşın içindeyim. Vay. Yaşlıdır ki. Ama böyle televizyonda böyle uca boy görsenirsen böyle elini küreği bildi basan. Ama o kadar da uca boy dörsenmiş ha. Hazır. Başqa nə qulluğunuz var? Kurulu olanda çay attırır. Onda məni... Yoldaş Dadaşov, yatmaq istəyirsinizsə pastelinizi düzəldim. Yok hele yatmıram.
Amma düzelt də pastel vaqonu yaraşıqdır qoqası. Məni bağışlayın, mən dincəlim, yorğunam. Gecəsi xeyrə qalsın. Olar, olar. Deyəsən açıldı, hə? Ha? Pəncərə. Ha? Bağışlayın. Çok sağ olun. Çok sağ olun ki bu pencereni açtırdınız. Temiz havayla nefes aldık. Yoksa laf köleğimizi kesmişti. Çox sağ olu Dadaşova deyin, o açdırdı pəncərəni. Dadaş o kim? Burada kimin ağzı nədir, onun bir sözünü iki eləsin. Buyurdu. Neyse. Deyirəm. Bağışlayın. Bəli. Deyirəm ne yaxşı. Ne yaxşı ki elə belə üzbə surət bir kupeydə yol gedirik. Elə səhərdən siz bu kupeye girəndən belə fikirləşirəm. Mən sizi harada görmüşəm, harada görmüşəm. Yaxşı yol bələdçi yadıma saldı. Televizorda çox görmüşəm sizi. Maşallah, maşallah. Siz televizora çıxış eləyəndə bütün ailə üzvləri, tamamı, külfət, uşaqlar yığışırıq televizyon ətrafına. Sağ olun. Vallahi elə doğru sözümdür, hamısı çox sevirik, hamısı. Çox sağ olun. Maşallah. Ha. Ha. Adım ne daşı? Benden siz? Ha. Adım Kasım'dır. Ha. Kasım kişi. Eşi. Yatanda sesin çıkmır ki. Ne buyurdunuz? İrem yatanda xoruldanırsan ki. Deyilene göre herden bir horuluyum. Sağlığı var, o da yorgun olan da. Niye? Daş sap taşımırsan ki. Vay, böyle düz tapmışsınız. Taşla taşıyıram, sementi taşıyıram, kerpiç, torpaq. Bizim işimiz elə odur, tikintidə işləyirəm. Özüm də samasval sürürəm, şoför babayım da. İndi də Bakıya gedirəm, təzə maşın gətirməyəm. Ki, samasvatlı işleməkdən rəngi rufum da saralım. Nətər eləyək? Ki, səhər durur, canına bak, bal ye, qaymaq ye, gün orta ayran ismi nədir? Ay maş. Əgər doğrudan xoruldayacaqsansa, yox yox, sənin özünü keçidə başqa kupə kişini narahat eləyərsən, ayıbdır yaxşı şükür. Yox, indi Sabit müəllimlə mənə bağışlasın. Nəyimiz olmasa da indi qanacağımız çatar. Sabit müəllimlə rahat eləmərik. Ha. Nə olar ki? Salam verik. Salam verik. Nar var nar, Güleysen arı, Melesen arı,
Gəlay müştəri, narı al sən onu tez ya. Gör içindən hava, qanını artırır, keyfini artırır. Qurtardı gəlin, bir xeyir verin. Tek çıxıb gedin, çox sağ ol deyim. Hə, necədir? Mələsə narı, göy çay narıdır, əla qənd kimi. Hə, necədir? Neçədir? Cütü bir manat ucuz əbi. Cütü bir manat. Bəli. Cütü bir manatın var. Şunların indi vaxtı belədir. Nə oldu bu? Ayəmi, gəvrəmi. Mələsə narı. Ciddi bir manat ucuz verəm sənə. Əladır. Gəl ay müştəri, nar var, nar. Sağlam ol dayı, sağlam ol. Nardan meylivi çəkir, nar deyir, müəccümdür, glikozadır, baldır, bal. Mədiyə düşdü mü, mən ölüm, pramoy keçir qana. Nar nədir, hə? Bir kasa qan, özü də pervi qurubba mən ölüm. Bəh, bəh, ürək məlhəli, can yanası. Davlenin atasını yandırır, mən ölüm. Hələ bunun qabığı ki qurudu, sağ onu hələngdəstə döy. Sonra dəmlə çayı vır bədənə, gör nə görərsən. Mən ölüm, ömür billah səndə xəstəlik olmaz, doktor özü mənə deyib, əla, ciddi bir manat. Tutardın hə? Neçəyə versin? Ciddi bir manat, mələsən arı. Güya sən cütü 5 manat versən biz onu ala bilmərik. Hə? Gel görüm canım. Baş, Yaman bir sen ha. Kırdalara Eyvah. düzeldiniz mi sen? Ver bak ben elimi batırmayayım. He. Şeyle onu apar Donşuk Bey'den denen sessin 5-6'ına Başdır. pul da orada pencerenin El cibindedir. yoxdur. Denen ki yoldaş Dadaşov gönderdi yaşlılarından sessin koysun Başdır. ona. Nurşican, başdır. Başdır. He. Nar var, nar, gəlay müştəri. Bağışlayı, Sarp müəllim, sizə təklif eləmədim. Bəlkə meyliniz çəkirdi, biraz ehtiyatsızlıq elədim. Sağ olun, onsuz da üstünüzdə pulunuz yoxdur. Nə olar? Məndə yoxdur. Qasım kişi də var, onun canı sağ olsun. 5-6'dan almaq nədir be? Doğrudan yol gedirik. Sabit müəllim. Bir dördün beşi. Zəhmət çəkməyin. Yoldaş dadaşa zərafət eləyir. Ha. Narların hamısını getirdim yoldaş dadaşım. Vedresiyle bir yerde. Bir vedranların elini sənə, hə? Həyətdən nar bağı salım heç yer. Nardı da lazım olar uşaqlara filan ha. Ha. Fatih, Bəli. gəl otur. Salam melek. Öyle kesin. Ha. Ya yok. Bak burada sigaret çəkməyi qadağan edirəm. Mən tüsüdə otura bilmirəm, düzlərdən çəkirəm amma tüsüdə otura bilmirəm. Ben anadan gelme çeken değilim. Ben de öyle onu hiç tadını da bilmemişim. Və nətər gəlir? Hə? Hə? Ola! Seninle değil doktor. Benle siz. Bəri gəl görüm mən. Buyurun. Eşidirəm. Adın nədir? Adım Vəzirdir. Nədir? Vəzirdir. Deyən görmə. Bu da geldi. Ah! Hansı padşahın vəziri sənə? Dədən bir sənə bir gönlü at tapa bilmirdi. Vəzir. Vəzir. Nə baxırsan nə? Hə? Sənin minnətin olsun ki, yoldaş dadaşım sənə zarafat edir. Səni tanıyıram sizi 5 parmağım kimi. Pralapsan? İdarəniz Bakıda da özün bizim o rayonda peşə texniki məktəbini təmin etdirirsiniz. Özdə bilirəm nətər düz demirəm ha? Məni hardan tanıyırsınız? Sən gərək birinci məni tanıyaydın. Rayona gələndə girib soruşaydın ki, ay yoldaş dadaşım, işin nə tərdin, nə lazımdır, nə qulluq eləyək?
Yağmasaydın da bari gürüldeyeydin. Cavandı, səhvini düzəldər inşallah. Öyledir. Yeter gedir orada təmir işleri. Biraz materyal çatışmır yoldaş Dadaşov. Çatışmaz da zalim oğlu. O təhər ki siz işləyirsiniz, çətin materyal. Sən ver bax. Bəli. Qaydamdan sonra gəlib bitcə hamısını yoxlayacağım. Buyurun, gözümüz üstte yeriniz var. Sen görme. Bəli. Vagon restoran buradan çok uzaktadır. Onlar da 1-3 vagonluq yoldur. Gidersen oraya. Denen ki 3-4 botul yaxşı lumlat versin. Bəli. He. Sərindən olsun. Baş üstə. Ver bak. Bəli, bəli. Hatta hala tərəssən. Denen yoldaş Dadaşov gönderip yaxşı bir yönlü bir lumlat versin. Baş üstə. Lazım değil. Ara belə. Dadaşov nəşidir. Balaca adama oxşamır mən ölüm. Görmürsə hökmünü? Ha. Ha, Qasım kişi. Bəli. Buyurun, eşidirəm. Ha. Uşaqdan, zatdan nəyim var ay Qasım kişi? Evin, eşiğin. Ağacda yaşamırıq. Sağlığımıza evimiz de var, eşiğimiz de var. Arvaçağımız da var. Kubik daşlar 2 mərtəbəli bir ev tikdirmişəm vallahi, içində at mincap. Bir dəmir darvaza qoydurmuşam ki, rayonda tayı bərabəri yoxdur. Elə 2 göz istəyir gəlsin tamaşasına. İki mərtəbəli ev. Bəli, bəli, 2 mərtəbəli ev. Dəmir darvaza. Dəmir darvaza. Həyətdə hovuz. İstəsəm hovuz da olar. Hovuzun içində balıq. Lap belə qızılından. Qasım kişi. Uşaqlardan işləyəni var. Xeyr, işləyəni yoxdur. Elə özüm işləyirəm. Məlumdur. 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 Deyən görürüm. Necəni məlumdur? Nə məlumdur, hə? O həyət bacanı 2 mərtəbəli evi dəmir darvazanı Samasvatda işləməklə düzəltmisənsə diribaş adamsın. Buyurun. Buyurun. Başka bir qulluğunuz yoldaş Dadaşov. Qulluq olanda çağırtdırırıq, get. Baş üstə. Buyurun. Geçin. Özün de buralarda ol. Fəthi düzdür, lazım olacaqsın. Aç. Selamünaleyküm. Selam mülük. Açı. Ne oğlum? Her iş ne olmuyor ancak. Ha. Naçani polis sensen. Axı, ne olub bəyəm? De. Boy. Ha deyirəm naçani polis sensen. Ha. Dəmir yolunda çoxdan işləyirəm. Hə yox. Hə yox. Fatih. Açı deyirəm ki sen bu naçani polis neçə il işləyirsən? Ha. Axı bu soru sual. Ahu. Ha. 5 ildir Naçanik faiz vəzifəsində işləyirəm. Həmişədən mükafat almışam. Ayıp o mükafata. Səhvini düzəldər inşallah. Ki senin vagonuna minmeye de peşman olmuşam. Bu restoranda bir lokma çöre de yok ağzına atasan. Bağışlayın, dizi restorana malı biz vermirik. Bu barədə bizim təqsirimiz yoxdur. Nə lazım olsa təşkil edərik mən ölüm. Kişilər.
kişiler, sərnişinlərin qayğısına qalmaq lazımdır, sərnişinlərin. Ben özüm için demirim. Ben lazım olsa her sırasında bir kulaklık teşkil ettirerdim. Hey, sana diller ki, bu dadaşım, yaxşı adam değiliz. Bu dadaşım. Bu dadaşım. Beni halları görəndə özünü nətər saklasın. Hər nə lazımdır. Təşkil edə bilmərəm. Bağışlayın. Hirslənməyin. Hirslənməyin. Ha. Fatih kalk. Ha. Ha. Deyirəm, bəlkə bir maraqlı söhbət eləyəsən, Sabit mən. Hə, pis olmaz. Bağışlayın, mən maraqlı söhbət eləyə bilmirəm. Vay be, o səhnədə, televizorda danışırsan, deyirsən elə, ha? Nə olardı? Burada da. O səhnədir də. Özgənin yazdıqlarını deyirəm. Əzbərləyib çıxıram tamaşaçıların qabağına. Nə olsun? Nətər eləyəndir? Elə bil ki, burada bir balaca bir səhnədir, hə? Olur, Sən də bir yaxşı deyirsən, biz qulaq asırıq, nə olasıdır ki? Buna doğrudan da səhnə hesab eləyə bilərəm. Amma mən də tamaşaçıyam, söz sizindir. Buyurun. Heyf ki, başqalarının sözünü əzbərləyə bilmirəm. Bir kitab sözü əzbərləyib, o boya cəmaatın qabağına çıxmaq özü böyük bir hünərdir. Bax, doğrudan? Doğrudan, özü də hər kəsdə olmayan bir hünər. Qasım kişi, icazə bir... Ha kişi, səni bura vəkil qoyublar, nə qoyublar ha? Qoy. Ha. Deyirəm, bəlkə bir... Bəlkə bir şeir oxuyasan, qulaq asaq. Yaman deyilsən o televizorda. Yenə o bağ olaydı, yiyib içmək olaydı, tar çalaydı. Yaman deyil ona. Deməm də qulaq asaq, nə olar Sabit? Yolda gediririz. Bu olmaz ki. Mən sənin elə şairlər var ki, desəydim ki, gəl otur burada, şeir yaz. Çernini qurumamış, mənə oxu gəlib oxuyardın. Nə olur, nətərdir ki? Deyirsən də. Şeir yaxşı şeydir, onun da gərək xiridarı ola. Bura şeir məclisi deyil, şeir məclisi deyil. Qasım kişi, icazə ver, mən deyim ki, bura nəyin yeridir, nəyin yeri deyil. Səhvin düzəldər inşallah. Fatih qalx. Ged oradan 3-4 nar getir görüm.
Naçalnik göndərib. Çək onları gör. Ehmallı ol. Buyurun. Və Sağ. Hereye biridir. Fatih kalk. Fatih otur. Fatih. Bəli. Sen uşaqlıqda yetim olmamsan. Olmuşam yoldaş dadaşım. Ancak tütüğü yok. Yarımçıq yetim olmuşam. Canım üçün yalan deyir. Hə, yetimlər əl açıq olur. Sen yarımçıq yetim olmuşsan, ona göre de almağı daha çok xoşlayırsan. Ha. Buyurun. Zaten görüm ben. Bəli. Papağını düzəldə. Bu tarafa yok o tarafa. Neyinir ha bu? Sen niye kan tutuklu olmuşsun? Bəs kim olaydı? Ay çip, samasvat süre. Çip, Ticarette işleyer. şehir diye, hep kan doktorluk ne de, ona buna döşeği paylamak işi sənətidir. Neyini mi? Arvadlar gəlib işləmir. Çarəmiz nədir? Mən ölüm. Fatih kalk. Ha. 2 dəfəliyir, hə. Hə, 2 dəfəliyir. Hə. Sağ ol Afət. Belə. Deməli, belə. Nətər, hə. Sabit müəllim. Sağ olun, mən içmirəm. Qasım ki, Ben onun daşını çoktan atmışım arkadaşım. Fatih. Bəli. Yox. Mən mədəm xəstədir ki, hər il Yesintuqaya gedirəm. Fatih. Mənim sözümü yerə salırsan. Üzr istəyirəm. Dönə üzr istəyirəm. Bax, 10 qram içsəm ha, mütləq ölərəm. O saat ölərəm. Mənə olmaz. Fatih qalx. Sroşlu mənim məclisimi tərk elə. Sroşlu. Ha. Qalx görmə. Al görüm bunu. Ne lazım? Görüm. Al. Olmaz mən ölüm. İş vaxtında. İş vaxtında. Bir o tiyatrda deyir. Bebe, Bəli. bas bayrağı. Bebe, bas bayrağı. Ne lazım?
Bu ne? Bebe yani bas bayrağı bu. Baş üstə. Ha. Ne oldu ya bu? Deyirəm, sabit müəllim, siz dincələ bilmədiniz. Uzanın, dincəlin. Bu nedir bu? Bu vagonda bir adam yok ki gelsin benimle bir balaca içecek. Ha? Bu nedir? Bu neter vagondu? Ha. Şampan. Canım için şampan çatmır. Evet, ben görüm şampansız meclis olur. Bizi, biz, bir de görme. Bəli. O gedana, ayaktan, vezir o padişahın sağ eli. Getdi. Şamadanlarını da götürüb keçdi o biri vaqona. Dedi daha gəlməyəcək. Menden kaçtı ha. Menden kaçtı. Neynek? Neynek? Eybi yoktu, onunla da görüşeriz. Neynek? Qaçmağını bilmirəm, amma getməyinə getdi. Yaxşı, şimdi ol. Başqa bir şey. Get, sağ ol. Ha. Qasımçı. Deyirəm, bəlkə şampansk almağa sən gedəsən. Hı? Necə? Özüm özümə borçluyam, dədəm dədəmə borçlu. Böyük adamsan deyə indi sənin ayağının altında torpaq olmalıydı biz. Birini ora qaçırdırsan, birini bura qaçırdırsan, nə qara saqqal qanırsan, nə ağ saqqal bilirsən, qanımızı səhərdən it qanına döndərmisən, Çıx kupeydən bayra görün! Qasımçı, mənə birləşmə peşman olarsan. Neyniyəcəksən mənə, Lazım olsa eləyərəm. Şoferin de işində bir şey tapmaq olar. Parmağımın bircə işarəsi kifayətdir ki, səni çəksinlər ortalığa. Axı mən neynəmişəm? Heç təxli var, işə düşmədi oturduğumuz yerdə. Bir yerdə kupədə yol gedirik, yol yoldaşıyıq. Hörmətli artistimiz oturub burada. Hər şeyin bir yeri var. Da indi böyük adamsan deyə biz prokuror qarşısında deyilik ya, biz müttəhim deyilik ki.
Ha. Belki bana da bir iş buyurasın. Bilirim. Bayırdan ham kızı dilxor eləmiş. Hamınızı boğaza yığmışam. Özümü iki xana aparıram. Ama bu boyda balığını da bir adam da cüret edeyim soruşa bilmir ki. Akay! Akay yoldaş Dadaşım. Dadaşov. Ak sen kimsin, kim? Bak sen kimsen yoldaş Dadaşov? Mən çəkməçiyəm. Çəkməçi. Yırtıq ayaqqabılara yamaq vururam, yamaq. Təəccüblənməyin, mən doğrudan da çəkməçiyəm. Rayonda bazarın gireceğinde balaca bir butkam var. Orada yırtık ayakkabılara yama vururum. Hamısını bak. Bu elədi bu. Fethullah. Kupeye girəndə ne bileyim giyinmez ada baktı beni böyük adam kimi tanımak istedi. Özü kupeye giren kimi familyamı soruştu. Siz təsəvvür edirsiniz adımı yok. Familyamı soruştu. Familyamı. Sorur kendim ki ticarette işleyir. Yerevan'dan mal getirirmiş. Böyük adamlara kulluk göstermek için elden ayaktan gelir. Bu vezir padişahın sağ eli. Doğrudan da bizim rayonda peşe texniki məktəbini təmir etdirir. Bakıdan gəlir. Ama siz mənə inanın ki, nə qədər sementi kafilə onamına satın. Ustalar aparır, şəxsi evlərdə işlədir. Ona göre de biraz sorgu solattan kimi dili topuk çaldı. Çünkü gözü kölgelidir. Kölgelidir.
Qasım kişi. Qasım kişi. Hoşum geldi. Məğrur adamdı, mərd adamdı. Kişi adamdı. Görünür, haram dikə yemeyib, gözü kölgəli değil. Kaldı bunlar. Konduktur. Ne bileyim, Qatar reisi. Ne bileyim. Bunların da günahı çoktu, çok. Günah özlerindedir. Kimin ki gözü kölgəlidir. Kim ki haram dikey yiyip ona xok gel o saat dili topuğu çalacak. Çünkü kain koflu olar diyeyimler. Canları çıksın, temiz yaşasınlar, temiz. Adamları gözü kölgəliyən onların natemizliğiydi, natemizliği. Temiz ad her şeyden ucadır. Ucadır. Temiz ad. Ama familyam doğrudan da Dadaşov, Dadaşov. Dadaşov, çekmeci Dadaşov, pineci Dadaşov. Qasım kişi. Koyun cibimize, lazım değil. Buyurun. Gel. Oturak. Bağışla Qasımmış. Bağışla. Axı, ne için böyle olur? Ne için? Ha,